Növbəti zalımız DJI Fitness. Altını ölüb qalmıram. Burada 90 kilo var. 2 Hop. Çok olma bu. 40 edir. Hamıya salam dostlar, mən Vasif. Yeni bir videosuna xoş gəlmisiniz. Bugün Yasamalda yerləşən DJI Fitness'dəyik. Zalı qısaca sizlə tanış eləyim. Zal müasir aparatlarla təchiz olunub. Bu isə, burada bir də önəmli bir şey var ki, xanımlar üçün pilates bölməsi də var burada. Yəni gəlib istəyən xanımlar pilateslə məşğul ola bilər. Gedək biraz buralara. Burada kürək polyamız var. Bildiyimiz row hərəkətləridir. Burada da klasik row hərəkətlər var. Bura rowdur. Burada dantellərimiz var, barlarımız var. İstənilən çəki var. Burada ən böyük çəki 50 kilo, 40 kilo, 30 kilo, 20, 10 və daha çəkilər gedir. Burada klasik olaraq bunu göstərməsi olmaz. 1 kilo balaca qantellərimizə qədər var. Daha doğrusu qantelləri var. Gəl bura. Burada müasir qantel sistemi var. Burada demək olar hər bir çəki var. Burada da ən maksimum çəkimiz 60 kilodur və ondan sonra çəkilər 2 kilo yarım, 2 kilo yarım düşür. Qantellərin hamısı təmiz, səliqəli. Yəni əli vurduğunda çəkini hiss edirsən ki, təmiz çəkilərdir. Burada oturacaqlar, burada skot. Bura demək olar təmiz ayaq və kardio bölməsidir. Pilləkənimiz var, beqavoy var. Lıjı var, velosipedlər var. O başda bura gəl. Kardio eləyəndə çox adam darıxır, deyir kardionu necə yola verək. Burada müasir monitorlarla təchiz olunmuş kardio aparatları var. Yəni kardio eləyəndə sıxılmarsınız, rahat kardiovuzu eləyə bilərsiniz. Bir də burada xalça var. Bu xalçanın da səbəbi qantellərlə gəzdiyimiz bir hərəkət var. Bu. Burada yerdə addımlarla neçə addım vura biləcəyini göstərir. Burada maksimum 9-dur. 9 addıma baş, 9 addım baş, 18 addım vura bilərsən. Sonra alternativ. Burada klasik, hər zal, o birisi zallarda da göstərdiyimiz kimi ayağın iç hissəsi və çöl hissəsi üçün işləyə biləcəyiniz aparatlar var. Burada kalf üçün işləyə biləcəyiniz var. Kalf üçün. Çıxdı, burada zaşdası var. Dediyim kimi, bura təmiz ayaq aparatlarına təchiz olunubdur. Burada oturalı leg press var, burada uzanılı leg press var, burada bel pressi var. Burada daha bir leg press var ayaq üçün. Bir də buradan o tərəfinin hamısı sinə üçündür. Sənin üstüdür, sənin ümumi hissəsidir. Decline fly var, sinənin altı üçündür. Burada pack fly var. Həm sinənin, yəni ümumi sinənin açışı üçündür, həm də sinənin çiyinlərin arxası üçün. Əlbəttə ki, rotasiyalar düzəldəndən sonra bu formada eləyə bilərsiniz. Bir də burada çiyin var. Çiyin araya qarışıb elə bil, sinənin yanında. Bunu istəsəz tək-tək də eləyə bilərsiniz. İstəsəz 2-2 bir yerdə qaldıra bilərsiniz. Həm bu tutuş var, hər tutuşda eləyə bilərsiniz. Zalımız, daha doğrusu zal Yasamalda Qəbələ Rezidansda yerləşir. DJI Fitness. Zal kompaktdır, inkişaf etmək üçün hər bir aparat var, hər bir avadanlıq var. Əsas odur, təmiz və səliqəli zallardan biridir. Burada digər gəzdiyimiz zallardan çox xidmət var. Həm fitness var, həm pilates var, həm türk hamamı var və bir də masaj xidməti var. Zala gələ bilərsiniz, yoxlaya bilərsiniz, bütün xidmətlərdən yararlana bilərsiniz. Xəyam, nətərsən? Sağ ol. Mikrofonumu qoşmamısan. Gözlə görüm. Nətərsən? Yaxşıyam, şükür Allah. Zal necədir? Bəyəndin? Zal süper. Xudmani zaldır. Balaca zaldır amma. Balaca zalda amma inkişaf edir. Balaca dediyimiz necə? Gəzdiyimiz zallardan balaca deyil. Amma çox böyük Yəni, normal zallar var. Yəni zallarda bizə lazım olan hər bir avadanlıq var. Bir də daşları göstərin, yeri gəlmişkən. Yəni, daşlar da bizim bildiyimiz Sovetin daşlarından deyil. Müasir daşlardır, Life Fitness'in daşlarındandır.
Yəni çəkini əl aldığın kimi hiss edə bilirsən ki, yəni həqiqətən çəkidir. Yəni də istifadə edə biləcəyin səbir avadanlıq var, inkişaf eləmək üçün. Xəyamda məşq eləyərdim burada. Burada aparat çoxdur, balazaldır, amma aparat çoxdur. Aparat keçiciliyi çoxdur, düzdür. Gəl bu günləri çiyin aparatları görmüşəm. Aha. 2-3 dənə. Çiyin aparatı eləyək. Ya çiyinlə kürək ikisi bir yerdə eləyək. Hərəsinə 3-3 Kürək yox, amma burada motion ayaq məşq eləmək. Çünki ayaq məşqi həqiqətən artıq çoxdur burada. Bilmirəm, mən gördüm. Amma səndə meskan var da, ayaq eləyə bilmirik. Yəni videonu paylaşdığım kimi Menski yatırımı olduğu üçün ayağı məşq eləmirəm necə. Qərara gəldik yüngül bir dənə sinə və çiyin məşq yoxlayaq. Sinə üçün birinci incline press yoxlayacağıq. Bu hər videoda deyirəm, bu videoda da deyirəm. Instagram postlarımda da paylaşıram ki, sinəni böyük və estetik göstərən sinənin üstüdür. Ona görə məşqlərinizə girəndə sinənin üstünə daha çox önəm verin. Bencə girib də gücünüzü orada itirməyin, yormayın özünüzü. Bir dənə barları yoxlayaq. Barlar səhv eləmirəmsə 20 kilodur. 20 kilo. Təmiz 20 kilo. Hop. Elə eləmişkən burada yüngülləri göstərim də sizə də. Burada eləyəndə mümkün qədər sinənizi qabardırsınız. Çiyinlərinizi qabağa atmırsınız. Çiyinlər bu formada və əsas biləklər. Biləkləriniz belə qalmır. Yaxın çək bunu. Biləkləriniz belə qalmır. Biləkləriniz bu formada enir və dirsəklər içəri. Bu formada sıxışdırırsınız. Və endirdiyiniz hissə isə sinənin üst hissəsidir. Bu formada. Bir də yaxın gəl. Tələbələr də soruşur, yəni hamı sual verirlər. Benchdə eləyəndə tutuş nə formada eləyir? Bu yaxın tutuş, yəni bu yaxın tutuş, qolun iç hissəsinə daha çox vurur. Amma normal bench işləyəndə və yaxud incline işləyəndə məsafə olaraq baş barmağımızla bu xəttdən tutduğunuz bu formada. Məsafəmiz budur. Düz bu adamın boyundan boyu dəyişir və əlbəttə ki, əl razmerindən dəyişir. Normal tutuş bu qaydadadır. Məsafə bilmək istəyirsə baş barmağınla xəttlərdən qoyduğun məsafən odur. Həmçinin bir dənə razmika vur. Burada toplamda 60 kilo var. İnşallah ki, biabır olmarıq. Çünki dünən sinə məşq eləmişəm və sinəm ağrıyır. Hoppa. Buyur. Qaldıra bilərsən. Niyə qaldıramıram? Dəstək verim sənə. Ayo, etəcəkdir. Davay. Bir də məşqdə gərək qəşəng partnyorunuz olsun ki, ağır məşqlərə girəndə, ağır hərəkətlərə girəndə dəstək verə bilsin sizə. Yəni, önəmli partnyorların olması önəmlidir. Qardaşım, zal çox. Azal birazdan olmadan istidir, adam qəşəng tərrədir. Bir də belə bir şey deyim sizə. Ümumiyyətlə, zallara girəndə bütün əzələ qrupunun maksimum dərəcədə işləməyimizə ehtiyac yoxdur. Dediyim nədir? Məsələn, sinə işləyirsənsə, 3 hərəkət sənin üçün idealdır. Əgər həftə 2 dəfə işləyirsənsə, hər əzələyə 2 hərəkət işləyə bilərsən. Məsələn, sinəni işləyirsənsə, birinci sinənin üstü, normalda bir dənə pres basa bilərsən, adayıca fly ilə məşqlə yekunlaşdıra bilərsən. Hər birini 3 setdən 6-8 təkrarlığında edə biləcəyin təşkilərlə sinə məşqini maksimum yekunlaşdıra bilərsən. Və zala girib də 10 dənə, 20 dənə hərəkət işləyib, özünüzü yormayın, overtraining eləməyin özünüzü. Səliqəli işləyin, düzgün işləyin. Yəni bunları eləyəndən sonra nəticə onsuz da gələcək. Yəni nəticə gəlməyəcək deyə bir şey yoxdur. Və əlbəttə ki, bunların üstündə yatmaq, durmaq, bunların hamısı önəmlidir. 5 artıraq. 70 kilo olsun. Neçə kilodur? 70. Və kişilərdə sinənin altı yağlamağa meyilli olur. Ona görə mümkün qədər bu sinənin altına da üstünlük verin. Əgər sizdə varsa qəbra, sizin salınızda varsa decline press eləyə bilərsiniz bu formada. Və yaxud postlarımda var idi. Sinənin altına tros sıxa bilərsiniz, onu da göstərirəm. Və yaxud aparat varsa aparat eləyə bilərsiniz. Amma sinənin altı mütləq eləyin. Kişilərdə çünki oraya yağlanma meyillidir. İkinci set. 70 kilo. Məncə 2 dənə bəs deyil. 2 dənə set eləyək. Məndə. Hoppa. 8 təkrar. Əla. Mən ondan çox alacağım. Paxıldır ya bu. Paxıldır.
İnkişaf eləməyimizi istəmir. Bırax, bırax. Hoppa, səndə. 1 2 3 Bir dənə PR eləyək, Xəyam. Hə? Bir dənə PR eləyək. Eləyək. 90 yoxlayaq. Yox. Axırıncı set. Amma bir dənə sözüm sən çox rahat yedin. Sən şey eləmir. Onda bizim zaldakı bar 25 kilodur. Bu 20 kilo olsa çox yüngül gəlir. Bəs onu deyirəm. Bu yox 15 ələ vuran kimi ağırlığını sayısın. Nə yoxlayaq? Bir dənə 90 kilo çıxaq. Görək neçədən gələcək. Çıxaq. Gəl. Məncə altını ölüb qalmaram. Çəkmə. Amma arxada durmalısan. Hə? Arxada dur. 100%. Ağır çəkişlərə girəndə belə bir şey də eləyin. Çəkini salırsınız ha. Ağır çəkişdə neqativ eləməyin mənası yoxdur. Saldınız, prujin kimi, dəyən kimi sıxmağa çalışın. Çünki siz onu orada nə qədər saxlasanız, bir o qədər təzyiq olacaq, ona görə gücünüz gedəcək. Ona görə ağır çəkişlərə girdin, sal, qaldır. Qısa konkret. Uzatma. Tələsmə. Gözlə. Burada 90 kilo var. Öz çəkimizin demək olar 1.5 yarı. 1, 2, 3. Hop. Məndədir. 2 Nədir? 3 4 Özün sən. Yap. 5 90 kilo. Hələ inclined ya, bench deyil. İngilvari Benchdə ilə yəqin iki 210, oldu. benchdə yəqin 210 gedər. Mən səki məşq eləməyəcəkdim. 6 dənə vuracaq. Mən səki məşq eləməyəcəkdim ha. 6 dənə. Hazırsan? 1, 2, hop. Səndə. 1, hop. Göt qolma vur. Ay bilə. Sinema vurdu. Bir üstdən hesablayaq. Nə oldu? Sinema vurdu. Xırt elədik sənə. Görə gəl. Xırt elədi. Ağrıyır. Ya. Xırt eləyir. Ey deyəlim nə var? Düzələr. Bir də burada individual tips verim sizə. Çox adam eləyəndə, bir eləyəndə və yaxud bir eləyəndə sinəsindən çox çiyinlərini hiss eləyir. Orada eləyə biləcəyiniz bir dənə qısa bir şey var. Biləklərinizi salanda aşağını çək. Biraz bu formada eləyə bilsəz, biləklərinizi, belə yox, bu formada eləyə bilsəz, açsaz, daha çox sinəvinizin altını hiss eləyəcəksiniz. Çiyindən çox sinəvinizin altı. Bu formada. Bu formu tutsaz, 100% sinəvinizin altını hiss eləyəsiniz və yaxud orta sinəni. 25-ə qoy onu. Və hərəkətlər ilə tələsməyin, səliqəli işləyin. Heç kim sizin dalınızca qaçmır. Məşqi tez-baz eləyib qurtarmağa çalışmayın. Elədiyiniz hər bir hərəkətin haqqını verin. Əzənə hiss eləməyə çalışın. Gəl, bu hissədir. Fokuslanıb bura maksimum hərəkətin negativini işləyir. Nə tələsir, nə də bir şey. Səliqəli hissədə bu formada işləyir. Sizə bir dənə sual verəcəm. Siz də səhər-səhər durub 5 dənə yumurta yeyənlərdənsiniz, yoxsa səhər-səhər durub 2 dənə kənd yumurtası yeyənlərdənsiniz? Stressdən sonra 5 dənə padrat çıxarsın. Vur. Davay. Gətir, sıx. 1. Aç qolları, aç. Sürətli. 1. Qəşəng. 2. Qəşəng. 3. 4. Axırıncı maksimum. Sıx. Negativ yavaş-yavaş bırax. Hoppa. Əla. Necə getdi? Hissiyat var. Əla. Dantellər qəşəng deyil. Hər çəki demək olar var da. Yəni 1 kilo, 2 kilo, 3 kilo, 37, 40, 42, 45, 47. Yəni çəkilər 2-2 artır. Bunun da səbəbini demişdim də sizə. Məsələn, elə zallarda var ki, çəkilər 5-5 artır. 30 kilodan promani tutulan 35 kiloya. Orada da ki 5 kilo artım olur. Amma 2 yarım olanda gücün maksimum qəşəng kontrollu idarə edə bilirsən. Elcimdə 70 kilo var idi, burada 60 kilo var. Burada 60 kilodan, elcimdəki 70 kilodur. Qaldıra bilərsən, kameraman, məşq edirsən, 60 kilonu. Qaldırsın bunu.
Məsələ olan qaldırmaqda deyil, məsələ olan qaldırıb işləməkdədir. Çiyinin çıxıb indi əlimə düşəcək. İstəyirəm çiyini 30 kilo yoxluyum. Məncə gedər. 60 kilodur, o zulumdur. Amma 70 kilonu qaldırdım ki, sınava vurdum orada. Hop. Çəksən çəkimi. 30 kilodur ya. Ay, mənli də. Zəif deyil də, biləsiniz. Hop. Hop. Puf. 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 Hoppa. Əla. Təkini götürəndə, bayaq gördünüz necə götürdüm. Daşlar bu formada qalır. Tək-tək. Dizinizlə bir yerdə vurdunuz, qutarandan sonra qantel bağlanır və dizinlə bir yerdə qalxırsınız. Mən 20 kilo... Sən 20 kiloyla normal Mən çinizədə var da, ona baxmayın, o... İki, 3, 4, 5, tələsmə, 6, 7, 8, 9, 10. Əla. Bir də o Heydər Əliyev sayını çəkmişdik, çiyin aparat. O da var orada, görmüşəm. Var ha. Onu yoxlayarıq. Onu eləmə deyə orada, düzdür. Ya bu qantel də o da. Prost burada məqsəd qantelləri yoxlamaqdır. O bir dənə söz deyim sənə, zal çox keyfiyyətlidir ya. Zal qəşəngdir, keyfiyyətlidir. Gördüyümüz zalla, amma Heydər Əliyev sayındakı zal biraz şeydir. Ora çox yekəydir. Yekəydir, adama boğuluq gəlir. Ora əlavə aparatlar qoymaq olardı. Hə, çox. Buranın dizaynı, işıqlandırması Çox qəşəngdir. İşıqlandırmasına superdir, yəni söz olanlar. Biz hər zala gedəndə video çəkisi ilə bağlı bir sizə işıqlandırma problemi olur. Amma buranın işıqlandırması yəni çox keyfiyyətlidir. Çox superdir. Mən gəzdiyim zalların ən yaxşı işıqlandırma zalı deyə bilərəm. Hə, məncə də. Deyirlər ki, bilmirəm sizin məşq sevməyiniz necədir. 2 dənə, 3 dənə əzələn bir yerdə işləmək olmaz. Əslində niyə vaxt olmayanlar üçün və yaxud həftəlik dəfə məşq, həftəlik belə deyək, hər əzələn həftə 2 dəfə işləyən üçün eləyə bilərsiniz. Məsələn biz bayaq 2 dənə sinə və 2 dənə çiyin vuracağıq. Gücünüzü elə bərabər paylaşa bilərsiniz ki, hər ikisində hər məşqə gücünüz çata bilər. Setləri biraz sala bilərsiniz və hərəkətləri sərgəli işləyib işləyə bilərsiniz. Bizim məqsədimiz nədir? İnkişaf eləməkdir. İnkişaf eləmək üçün nə etmək lazımdır? Bədənə maksimum təzyiqi vermək lazımdır. Və verdiyimiz təzyiqlə də yanaşı yeməkləri düzgün qəbul edib inkişaf eləməkdir. Düzgün qidalanma. İnkişaf elətdirməkdir. Mən çalışıram, bilgi kirliliyindən çıxın. Bilgi kirliliyi çıxın nə demək istəyirəm? Az təkrar, çox say, mexanik stres, ağır işlə, yüngül işlə. Çalışın öz bədəninizi kəşf edin. Öz bədəninizi sizdən yaxşı bilən adamlar yoxdur. Öz üstünüzdə işləyin. Bizdə müəllimlə işləmək faydadır. Müəllimlə yanaşı gərək özün də özünü tanıyasan. Bədənimin nə kimi reaksiyalar verə biləcəyini öyrənmək lazımdır, bilmək lazımdır. Məsələn, belə bir primer çəkə bilərəm, məsələ çəkə bilərəm. Elə adam var qanteldə güclüdür. Elə adam var aparatda yaxşı çıxa bilir. Bu fərqi sən özün kəşf eləməlisən ki, mən nədə zəifəm, nədə güclüyəm. Məsələn, elə adam var ki, itiş gücü yaxşıdır. Amma elə adam var ki, çəkiş gücü yaxşıdır. Belə tərs mütəmsizlər var. Bildiyimiz şey eləyəmirəm, qanteldə eləyəmirəm çiyini. Məsələn, indi mən hal-hazırda, məsələn, mənim özümdə elə dönəm var ki, itiş gücüm yaxşıdır, amma çəkiş gücüm zəifdir. Amma indiki dönəmdə hər ikisini balanslaşdırmağa çalışıram. Düzdür, yəni biri birindən zəif olur, amma yenə də balanslaşdırmaq lazımdır. Təməl hərəkətlərdə aşırı say vurmayın. 6-8 təkrar aralığında edə biləcəyiniz çəki ilə idealdır. Məsələn, zaldan çıxdıq, zalı incələdik, yüngül məşq elədik. Xəyamzal necə idi? Zal əla idi, super idi. İşıqlandırması. Əsas işıqlandırma idi. 5 sən neçə verərsən zala? 5 üstündən 5 verirəm mən zala. İşıqlandırmaya görə. İşıqlandırmaya görə bir aparatdan Ümumi zalın qiyməti elə 5-dir. Həqiqətən keyfiyyətli zaldır. Zal Yasamalda İnkişaf metrosu arxasında Qəbələ rezidansının içində yerləşir.
DJI Fitness və Pilates. Videoya baxın, xoşunuza gəlsə abunə olub yorum yazmağı unutmayın. Növbəti zallarda görüşənə qədər məşq eləyin, məşqsiz qalmayın. Sağ ol.